Bəli, gecəniz xeyir olsun. Bizim söhbətimiz Kəbə ziyarətinin haram olduğundan oldu və pərdəni üzündən götürüb dilbər üsyan edərək deyir, bu yerdəyik. Ey aciz insan, yetməzmi bu qaradaşı əritdin qəmdən? Kəbə ziyarəti nöqsandır bu ildən. Buyurun, həmin qaradaş budur. Qızıl haşiyə alınıb, sığal çəkilir, müqəddəs adlandırılır və də Allaha şərik qoşur. Kimsə bunun hikmətindən heç bir şey anlamır. Elə deyirlər ki, bu müqəddəsdir, Adəmin əli ilə gətirilib, burla qoyulub. Vəssalam. Bunun hikməti budur. O qədər. Nə dinmir, nə danışmır, nə də insana doğru yolu, nicat yolu göstərə bilmir. Bu avvam bir yoldur. Nə qədər ziyarət etsən, daş yenə də daşdır. Budur. Bu da şeytana daş atma mərasimi. Ağılsız bir iş. Daşı götür, daşı at ki şeytan kovura. Təbii ki bu da fələyin bir oyunudur və Quranda buyurulur. Təbii ki, biz Qurana hələ gələcəyik, amma yenə də bu yerdə bir-iki yerinə dəyməliyik. Məkkə müşriklərinə bu bir ibrət dərsi olmalıdır. Ayə 45, surə 34. Halbuki onlar, surə 34, ayə 53. Bundan əvvəl onu Allah kəlamı yaxud Peyğəmbəri inkar etmişdilər. Və ağılsız adam qaranlığa daş atdığı kimi uzaq bir yerdən qeybə qaranlığa daş atırdılar. Qeybə, yəni bir daşın üzərinə qeybdə dair bilmədikləri şeylər barəsində danışırlar. Yəni yalan, oş, cəfəngiyyat. O daşı ora atmaqla insan nə hikmət verir? Bunu insan hələ dərk edə bilmir. Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdiyiniz yer üzərində yaxud yerdən və ona bənzər şeylərdən nə yaratmışlar? Qaradaş nə yaradıb? Sizə hansı hikməti anladıb? Biz rəmzi mənada onu götürək. Yoxsa onun Allaha bir şərikliyi mi vardır? Bax, bunun hesabını hər kəs öz ruhu qarşısında anlatacaqdır. Necə anlatacaq? Onu özü bilir. Özünə gələcəkdir o. Rüsvayçılıq və peşmançılıq. Onların Beytül-Həramın surə 8-35-ci ayə Kəbənin yanındakı namazı, duaları fit verib əl çalmaqdan başqa bir şey deyildir. O qədər.
ondan artık bir şey değildir. Kəbbə, bu da biraz da şeytandan tabaq oxuyaq. Təbii ki, mən bunları bir şeytan, bu da buradadır. Allah'ın kitabını Sure 2, Aye 102, şeytan əməliyle mübadilə edenler. Onlar özləri də nə qədər yanlış bir yolda olduklarını bilmirlər. Əslində iblisin Sure 34, Aye 21, şeytanın insan üzerinde hiçbir hükmü yoktur. Budur. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi zəfər libası geyinərək Əl-Həram məscidinə gəldilər. Əl-Həram məscidinə gəldilər. İnsanı heyran edir. Ziyarətgahın yüksək səviyyəli xadimləri dövlətimizin başçısını mehribanlıqla qarşıladılar. Bəli, avvam ərəblərin arxasında Allah Taala'nın sınağında. Məsləhətinə şükür. Nə deyə bilərik Allah'ın işinə? Heç nə demək olmaz. Bəli, Kəbbə ziyarəti artıq nöqsandır bu ildə. Öz yanından söz söyləmə. Ey hacı, hamısı yalandır. Dolanma Kəbbənin başına, adından belə haramdır. Ey xaça səcdə edib, uydurma dinə uyanlar. İsa'nın təlimini anlamayıb aldananlar. Uydurma dini göstererek sonra söhbətimizi devam ettirelim. Deməli, Qoluslulara 2. fəslin 23-cü nömrəsində uydurma dindarlıq haqqında buyurulur. Uydurma dindarlığa itayət etmək insanı zahirən hikmətli göstərər. Fiziki cəhətdən bədənə vurulan, gələn düşkünlüyün və vurulan zərbələrin heç bir faydası yoxdur və Rəbb bilir ki, bu barədə din alimlərinin düşüncələri boşdur. Odur ki, qoy sizləri kimsə boş sözlərlə aldatmasın və də qoy sizin imanınız insan müdrikliyinə deyil də Allahın lütfüne istinad etsin.
Ona görə də Raci deyir: ey xaça səcdə edib, uydurma dinə uyanlar. İsa'nın təlimini anlamayıb aldananlar. 100 il qarğa fəryad etsə, bülbül ola bilməz. Milçək nə qədər tez uçsa, simruğa çata bilməz. Qorxaq tülkü heç zaman aslana tay ola bilməz. Əyrilməmiş ip düzənin də kələfi açıla bilməz. Kim də İslamdan başqa din arxasınca gedərsə, Quran deyir, o din ondan qəbul edilməz. Bəli, indi insan aç başını, at xaçını, əmma məni qoy yerə. Gəl din, iman sözünü dua etmə bir belə. Çünki bu dünyada hər şey öz yerindədir. Devr edən candır. Birliyin ayəsi Quranda açıq aşkar əyandır. Raci gizli yazsa belə, bunlar həqiqətdir. Əhd özü bir gün bunları aşkar edəcəkdir. Daşa can verən nuru hər kəsin gözündə görəcəkdir. Hər kəs seçilmiş xanıma səcdə edəcəkdir. Bu, Racinin son sözləridir, amma burada mən bir xanımı dinlədim. Onun fikrini bəyəndim. Bura gələn insanları salamlayıram. Dini bundan öncə çıxarıb atacaq. Yəni, niyə qaydaq? Biz, ikinci, əgər birisi, mən ümumiyyətlə belə bir fikrim də var idi ki, mən tərəfdarıyam nəyin? İslamın elmi şəkildə gənclərimizə öyrədilməsinin. Məsələn, məktəblərdə dini, İslamın bir din olaraq elmi şəkildə öyrədilməsinin tərəfdarı olan adamam mən. O qədər. Dinin, İslam dininin elmi şəkildə öyrədilməsinin tərəfdarıyam. Mən alqışlayıram bu xanımı və bu xanım doğru yoldadır və də din ilə elm nəhayət ki barışmalıdır. Gecəniz xeyrə qalsın.